Burada onurğanın fəqərələrinə baxsaz, boyunda 7 fəqərədir. Onlardan hər biri özündən sonra və özündən əvvəlki ilə 2 fəqərə ilə birləşibdir. Eyni zamanda boyun kəllə qutusu ilə birləşdiyinə görə gövdədən kənar birləşmə əmələ gətirir və 2 sümük ilə birləşən sümüklərdir. Döş hissədəki fəqərələr isə hər biri özündən əvvəl və sonra ilə birləşərək 2 fəqərə ilə birləşir. Əlavə olaraq yanlardan qabırğalarla birləşdiyinə görə 4 sümük ilə birləşir. Onurğadan kənar birləşmə əmələ gətirir, amma gövdədən kənar birləşmə əmələ gətirmir. Çünki fəqərələr və qabırğalar hər ikisi gövdənin sümüklərinə aiddir. Bel hissənin fəqərələri 5 ədəddir. Hər biri özündən əvvəl və sonra ilə birləşir. Nə onurğadan kənar, nə də gövdədən kənar birləşmə əmələ gətirmir. Oma fəqərələri 5 ədəddir. Onlar gövdədən kənar birləşmə əmələ gətirirlər. Çanaq sümüklərini birləşirlər və 4 sümük ilə birləşmə əmələ gətirirlər. Büzünün fəqərələrinin sonuncusu 1 sümüklə, yerdə qalan 4 dənə və yaxud da 4-5 olur büzdüyümdə, digərləri isə 2 sümük ilə birləşmə əmələ gətirir.